Bizə heç nə Pakistan lazımdır, nə Türkiyə lazımdır. Bizə heç kəs lazım deyil. Azərbaycan özü İranın öhdəsindən gələ bilər. Bizim oradakı 40 milyon əsgərimiz bizi gözləyirlər. Bizim onlara silah verməyimizi və yaxud onlarla bərabər o müharibəyə girməyimizi gözləyirlər. Azərbaycan ayağını Arazın o tərəfinə atsa, Hörmüz boğazına qədər gedər. İran da gəlib bunları başa düşər. Başa düşər ki, kimlə nə oyun oynayır. Azərbaycanı yer üzündən silərək, sən kimsən? Allahsanmı? Yəni İranın ən böyük fəlakəti budur. Mahiyyəti ilə o siması eyni deyil. Azərbaycan heç nə vaxtda qorxmayacaq. Qorxacaqsa İran qorxacaq. İndi o Sührəvərdi müəllim bu bizə qarşı o cür sözləri deyəndə bir arxasına sönsün, baxsın, görsün. Şalvarı tərpənmir. Şalvarı tərpənirsə dilini qoysun qarnına. Azərbaycan heç vaxt İrandan qorxacaq dövlət deyil, qorxmayıbdır, qorxmayacaq da. Əsl aslanın quyruğu ilə onlar oynayırlar. Özlərinin o tülkü quyruğunu aslan quyruğu sanırlar. Əsl aslanın quyruğu ilə oynayırlar.